Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Mehmə Nəşriyyatının Azərbaycan dili test toplusundan fonetika suallarının izahına baxacağıq. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Dərslərimiz haqqında məlumat almaq üçün isə gördüyünüz nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallara baxaq. Deməli, birinci sual deyir, doğru fikirləri müəyyən eləyin. Birincisi, sözdə neçə sahə hərf varsa, o qədər də heca var. Bəli, bu doğrudur. Yazılışındandır. Çünki hecanın tərkibində mütləq samit işlənir, səhvdir, işlənməyə də bilər. Məsələn, ana sözündə ana. Fikir verin, işlənmədi. Qalın sahitlər deyil, arxası səslərdir. Bəli, doğrudur. Uzun tələffüz olunan sözlərdə vurğu hər zaman son hecaya düşür. Düşə də bilər. Adətən düşür, amma düşməyə də bilər. Səhvdir bu. Cavabca qoşma və ədat kimi vurğu qəbul edir. Ədat kimi qəbul edir, amma qoşma kimi qəbul etmir. Səhvdir. Cavab 1-3 C variantı. Daha sonra ikinci sualda deyir ki, larlər şəkilçisi hansı nümunələrdə vurğu qəbul edib? Deməli, birincisi, belə qalmaz bir gün bu dünya düzələr. Burada ümumiyyətlə larlər şəkilçisi yoxdur. Burada düzəlmək sözüdür. Düz, düzəl, ar şəkilçisi. Yəni, larlər şəkilçisi yoxdur burada. 2. Mən öz yerimə sadiqəm. Necə ki, sadiq olur, ağaclar getdiyi yerə. Ağaclar sözündə larlər şəkilçisi vurğu qəbul edibdir. İsimlərdə vurğu larlərə düşür. Daha sonra üçüncüsündə illər boyu yenə də burada da isim olduğu üçün vurğu qəbul edib. Bunu da götürürəm, bunu da götürürəm. 4. Anasının narıncı koftasını iyləyib yatan bu uşağı birdən narıncı inqilabın qocağına atdılar. Burada da qəbul edib. Çünki şüudi keçmiş zamanda larlar şəkilçisi vurğu qəbul eləyir. Bunu da götürdük. İnsanı arxadan ötüb keçərlər. Bax, burada keçərlər sözündə qeyri-qəti gələcək zamana qoşulubdur və burada vurğu larlar şəkilçisindən əvvələ düşür. Cavab 2, 3, 4, yəni A variantı. Üçüncü sualda səhv fikirləri istəyir. Səslərin təhlili tələffüz əsasında aparılır. Bəli, doğrudur. Səs uzanması sözdə yazılış və deyiliş arasında fərq əmələ gətirir. Xeyr, gətirmir. İncə sahitlərin hamısı dilin önündə əmələ gəlir. Yanlışdır. Sahiti incədir, amma dilin önündə yox, ortasında meydana gəlir. Bu da səhvdir. Səs düşümü yalnız sahitlərdə rast gələn məqamdır. Səhvdir. Samitlərdə də səs düşümü ola bilər. Məsələn, neftçi sözündə t düşür. Səs artımı müxtəlif cinsli sahitlər arasında ola bilər. Məsələn, ailə sözündə y artırıla bilər. Bu da doğrudur. 2, 3, 4, yəni B variantı olmalıdır. Dördüncü sualda deyir ki, hansı sözlərin yazılışı düzgündür? Samballı sözündə m ilə yox, n ilə yazılır. Səhvdir. Soyqırım sözü düz yazılıbdır. Texnikom o ilə yox, u ilə yazılır. Mərhumiyyət deyil, bu söz məhrumiyyətdir. R ilə h-nın yeri səhvdir. Kinematograf düz yazılıbdır. Kombinat da düz yazılıbdır. M ilə yazılır. 2, 5, 6, yəni E variantı. Səs uzanmasına əsasən ardıcıllığı müəyyən eləyin. Etibar sözündə tək birinci sahit uzanır. Bəhanədə tək ikinci sahit uzanır. Möcüzədə tək birinci sahit uzanır. Dəfinədə tək ikinci sahit uzanır. Deməli, mənə lazımdır birinci sözümdə birinci sahit uzansın, ikinci sözümdə isə ikinci sahit uzansın. Şöbə sözündə birinci uzanır. Tabeli sözündə isə A-da uzanır, E-də. Yəni 1-də, 2-də. Uyğun deyil yəni bu. Ona görə bunu sildim. Daha sonra B variantı xassə sözündə A uzanır, xəzinə sözündə I uzanır. 1, 2 uyğundurmu? Bəli, uyğundur. Cavab B variantı. Etibarda 1 uzanır, E uzanır, laqeyddə A uzanır. Hər ikisində 1-dir. Malikanə burada 1 və 3 uzanır. Ona görə uyğunluq yaratmır bu. Çovğunda ümumiyyətlə uzanma yoxdur. Altıncı sual deyir ki, vurğusuna görə mənaları fərqlənən, lakin nitq hissələri fərqlənməyən sözləri müəyyən edin. Yəni, vurğusu dəyişəndə mənası dəyişsin, amma aid olduğu nitq hissəsi dəyişməsin. Deməli, 1. Şaxta sözüdür. Bəli, bunu götürürəm. Şaxta bir var soyuq mənasında, bir də var şaxta mədən mənasında. Vurğusu dəyişir, mənası dəyişir, amma qrammatik mənası dəyişmir. Romantik sözü isim sifət olur. Mütləq sözdə həmçinin vurğusu dəyişəndə ədat və zərf olur. Yalnız sözü ola bilər zərf olsun və ya sifət olsun, həmçinin də yalnız sözü ədat kimi də işlənə bilər. Nitq hissəsi dəyişir. Orqan sözündə vurğusu dəyişməklə mənası dəyişir, amma nitq hissəsi dəyişmir. Bir var orqan bədən üzvü mənasında olur, bir də ki orqan musiqi aləti mənasında olur. Yəni vurğusu dəyişəndə mənası dəyişsə də aid olduğu nitq hissəsi dəyişmir. İstənilən halda isimdir. 1-5 A variantı. 7-ci sualda uyğunluğu müəyyən edin. Vurğu birinci, ikinci və üçüncü hecada olan sözləri axtarırıq. Parametr ikinci hecadadır. Esse ikinci hecadadır. Hara getdi? A variantı getdi 2-yə. Enerji üçüncü hecadadır. Mötərizə dördüncü hecadadır. Biri 3-dür, biri 4. Heç birinə uyğun gəlmir. Rayihə üçüncü hecadır. Pnevmoniya üçüncü hecadadır. Üçüncü variantı getdi bura. Daha sonra D variantı prinsip 1-dədir, refleks 2-dədir. Bu heç birinə uyğun gəlmədi. Menecer 1-dədir, kafedra 1-dədir. Bu da getdi 1-ə E variantı. Deməli 1-ə E, 2-ə A, 3-ə də
C olmalı. 1-ə E, 2-yə A, 3-ə də C. B variantı doğru cavabımızdır. Hansı variantın əvvəlinə hər zaman ifadəsini artırsaq, şərtdəki fikir öz doğruluğunu itirməz. Yəni fikir doğrudur, qabağına da hər zaman sözünü artırırıq, yəni yenə də doğru olaraq qalır. Deməli, tələffüz zamanı sözdə səs artımı olur, bəli olur, amma hər zamanmı olur? Xeyr, mütləq deyil. Vurğusuna görə fərqlənən sözlər müxtəlif nitq hissəsinə aid olur. Bəli olur, amma hər zaman yox. Məsələn, bayaqki nümunələrdə gördük ki, olmaya bilər. Səs usanması yazılış və deyiliş arasında fərq yaradır, bu səhvdir. Bizə lazımdır ki, fikir düz olsun və yenidən hər zaman sözün artırında yenidən düz olsun. Ümumiyyətlə, istənilən halda bu səhv olur. Cacə qoşma kimi işləndikdə vurğu qəbul etmir. Bəli, cacə qoşması hər zaman qoşma kimi vurğu qəbul etmir. Bu doğrudur. E variantı ahəng qanunu alınma sözlərdə pozulur. Hər zaman pozulur deyə bilmərik. Dilimizə daxil olan alınma sözlər var ki, məsələn, fayda, qayda ahəng qanununa tabe olublar. Bu da səhvdir. Daha sonra 9-cu sual deyir, hansı cümlədəki sözlərin hər biri düzgün yazılmışdır? Deyir, dilimiz aqlutinativ dillər ailəsinə məxsusdur. Aqlutinativ sözündə bir dənə q olur. Baş verən fövqəladə, fövqəladə yazılır, fövqəladə yazılır. Səhvdir. Xalq öz dolanışığını, öz güzəranını, güzəran yazılır. Səhvdir. Əli kişi köhnəni neft təmizləyəni idi. Neft təmizləyən sözündə neft təmizləyən, yəni 2 dənə t olmalıdır yanaşı. Bu da səhvdir. Cavab qalacaq E variantı. Amerikanın hegemonluğu bitmək üzrə idi. Burada səhv yoxdur. Cavab E variantı. 10-cu sual deyir, hansı sözləri tələffüzə əsasən iki müxtəlif nitq hissəsi kimi düşünmək olar? Nitq hissəsinə baxacağıq. Deməli, birincisi xalya sözü həm xala, həm də xalı sözü kimi düşünmək olar, düzdürmü? Amma istər xalı, istər də xala, hər ikisi isimdir. Ona görə bunu götürməyəcəm. Amma ikini götürəcəm, çünki körpəyə və körpüyə kimi düşünərəm. Körpəyə sifətdir, körpüyə isimdir. Götürürəm. Daha sonra 3-ü də götürəcəm, çünki qala ismi ola bilər yönlük halda. Bir də ki, qala feili ola bilər, qalamaq. Kaş qalıya, kaş ocağı qalıya və həmçinin də qalaya yaxınlaşdıq. Qalıya yaxınlaşdıq, həm feil, həm də isim ola bilər. Dəliyə sözü dəlik ismi ola bilər, bir də ki, dəli sifəti ola bilər. Bunu da götürdüm. Xülasə sözü isə iki müxtəlif nitq hissəsi olaraq bizə deyə tələffüzə əsasən düşünmək olur. Yəni bu tələffüz əsasında iki müxtəlif nitq hissəsini düşünmək olur. Düşünmək olurmu? Çünki onların düşünmək olar əslində. Xülasə sözü isim olur, xülasə sözü olmur, üzr istəyirəm. Xülasə. Əgər burada uzanma məsələsi var, uzanma məsələsi. Xülasə. Modal söz olsa, bax, xülasə deyirəm və uzanma olmur. Amma ki, isim olsa xülasə. Burada artıq uzanma fərqi olur. Yəni bu tələffüz forması yalnız modal sözün tələffüzüdür. Əgər isim olsaydı uzanma olmalı idi. Bu da getdi. 2, 3, 4 cavab D variantı. Daha sonra hansı variantdakı söz düzgün yazılmayıb, yəni səhvdir. Hisslər düzdür, aviasalon düzdür, vebsayt düzdür, multimilyonçu düzdür. Ümumavropa səhvdir. Niyə? Əslində ümum sözü qoşulduğu sözdən bitişik bu formada yazılır, amma xüsusi isimlərə qoşulanda defslə yazılır. Bax, olur ümum Avropa. Avropa. Bu formada yazılmalıdır. Ümum Avropa, yəni ümum Avropa böyüklə yazılmalıdır və defisindən ayrılmalıdır. Ona görə cavab olacaq E variantı. 12-ci sualda deyir ki, hansı söz birləşməsinin tələffüzü doğru verilibdir? Sənin haqqında səhvdir. Çünki burada k ilə yazılıbdır, k ilə olmalıdır. Səhvdir. Şəhərdə olmaq. Şəhərdə axırın görmürəm bunun. Digər variantlara baxım gələrək bura. Müəllim olmaq, burada müəllim yox, müəllim olmalıdır. Ağac almaq sait gəldiyi üçün burada c olmalıydı, səhvdir. Torpaq sevdası, burada x ilə tələffüz olunmalıdır, səhvdir bu da. Çox demək ki, burada cavab şəhərdə olmaqdır bu, əgər düz görürəmsə. Ona görə cavab eləməz B variantı olmalıdır. Daha sonra 13-cü sualda deyir ki, uyğunluğu müəyyən edin. Yazılışında qapalı sait var, yazılışında qapalı sait yoxdur. Zülm sözünün yazılışında zülm var, buradakı ü qalır, yəni var. Meyil sözündə amma həmçinin eyni qaydada i var, meyil yazılır. Düzdürmü? Düzdür. Deməli, yazılışında qapalı sait var, getdi 1-ə. Daha sonra əsil sözündə olar, niyə də yox? Bəli, əsil sözündə ola bilər. Səbir sözündə də mütləq olur. Ona görə bunu da B-ni də 1-ə yazdıq. Sehir sözündə qapalı sait yoxdur, i-siz yazılır. Həcmcə sözündə də i-siz yazılır. Yəni, qapalı sait yazılışında yoxdur. C variantı getdi bura. Feyziyab sözündə i-siz yazılır. Fəhmlə sözündə də i-siz yazılır. Bunların da yazılışında qapalı sait yoxdur. D variantı da getdi bura. Deməli, 1-ə A, B, 2-ə də C, D olmalıdır. Doğru cavab oldu A variantı.
Daha sonra 14-cü sualda deyir ki, hansı sözün yazılışı düzdür, tələffüzü səhvdir? Bu iki pilləli sualdır. Əvvəl yazılışına baxaq. Ondan sonra tələffüz məsələsinə baxarıq. Dezodorant yazılmır. Dezodorant. D-dan sonra o yenə də o var. Yəni yazılışı səhvdir bunun. Amma mənə lazımdır ki, yazılışı düzgün olsun. Ona görə A variantını avtomatik silirəm. Etinadsız düzdür, füsunkar düzdür. Hər günkü səhv yazılıb. Baxın, hər günkü yazılmalıdır. Bu da getdi. Bu da getdi. Daha sonra gün güzaran yox, güzəran yazılmalıdır. Bu da getdi. Yerdə iki dənə variantım qalıb. B ilə C qalıbdır. Bu iki varianta baxaq görək cavabımız nə olacaq. Deməli, bir tələffüzü səhv olsun. Tələffüzü səhv olsun. Etinasız söz düzdür. Yazılışı. Tələffüzü amma səhvdir. Niyə? Etinasız. Burada A da uzun tələffüz olunmalıdır. Məhz cavabımız elə B variantı olacaq. Daha sonra 15-ci sual zülmkar sözünün fonetik təhlilinə aid deyil. Yəni səhv fikri axtarırıq. Səhvi axtarırıq. Deyilişi ilə yazılışı arasında bir fərqli məqam var. Zülmkar. Bəli, bura bir dənə ü artırılır. Zülmkar. Doğrudur. Sonra sözün hecası zülmkar şəklindədir. Yanlışdır. Cavab B variantı. Çünki yazılış əsasında müəyyən olunmalıdır hecalanmaq. Zülmkar bu formadadır. Məhz B variantı bizim cavabımızdır. Hər iki hecası samitlə bitir. Bəli, zülm m ilə, kar r ilə bitir. Doğrudur. Ahəng qanuna tabe deyil. Bəli, ü və a. Biri qalın, biri incə. Vurğusu son hecaya düşür. Bəli, doğrudur. Zülmkar sondadır vurğusu. Cavab oldu B variantı. Pingvin sözünün təhlilinə aid deyil. Bizdən nə istəyir? Bizdən səhvi istəyir. Sözün tələffüzü pingvin. Pingvin. Burada i saiti əlavə olunacaq tələffüzə. Deməli, səhvi istəyir. Sözdə ahəng qanunu gözlənilmişdir. Bəli, gözlənilib. Doğrudur. Sözdə 3 incə və qapalı sait işlənmişdir. Bəli, 3 dənə i saiti işlənib. Bu da doğrudur. Tələffüzündən söhbət gedir. Fonetik təhlildə tələffüzə baxmalıyıq. Bu da doğrudur. Vurğusu ilk hecaya düşür. Yanlışdır. Pingvin deyil. Pingvin vurğu sonuncu hecaya düşür. C variantımız səhvdir. Götürürük cavaba. D variantı samitlərdən yalnız ikisinin qarşılığı yoxdur. Pingvin sözünü 1, 2. İkisinin qarşılığı yoxdur. Doğrudur. Sonor samitlərdən istifadə olunmuşdur. Bəli, 2 dənə sonor samit istifadə olunub. Cavab C variantı. Daha sonra 17-ci sualda sözün təhlili ilə bağlı deyir ki, aid olan, yəni doğrunu axtarırıq. Tarixən sözünün tələffüzü dəyişmir və vurğuda birinci hecadadır, uzanmada yoxdur. Tarix sözündə A uzanır, amma tarixən sözündə A uzanmır. Deməli, A variantı saitlərdən biri uzun tələffüz olunur, səhvdir, uzanma yoxdur. Ahəng qanuna tabe deyil, bəli, doğrudur. A qalındır, i incədir. Məsələ cavabımız B variantıdır. Sonra C variantı vurğusu sonuncu hecaya düşür, yanlışdır, birinci hecadadır. Samitlərdən birinin qarşılığı yoxdur, yanlışdır, ikisinin qarşılığı yoxdur, R və N-nın. 2 hecalı sözdür, xeyr, 3 hecalı sözdür. Sadə sual idi. B variantı. Hansı sözlərin yazılışı səhvdir? Yazılışına baxırıq bu tip suallar artıq. Demək, yanlış sözü səhv yazılıbdır. Yanlış, birinci N olmalıdır. Səhvi istədiyi üçün götürürəm. Kineskop doğrudur. Kirpik doğrudur. Ümid doğrudur. Profilaktika deyil, profi, P-dan sonra i də var, yanlış yazılıb götürürəm. Gülüntü sözdə Ç ilə yox, C ilə yazılmalıdır. Altını da götürürəm. 1, 5, 6 mənim cavabım oldu E variantı. Daha sonra deyir, verilən tələblərin üçünə də uyğun gələn sözü müəyyən eləyin. Baxaq görələ uyğun gələn nədir? Bu yazışı ilə deyilişi fərqlənir. Yazılışı və deyilişi fərqlənir. Təəssüflə dəyişir, nifrətlə dəyişir, müəllimlikdə çırpışdırıq olur, dəyişir. Çempionda ya artırılır, təəssüratla da ə düşür, n artırılır, həmçində l da n-ya çevrilir. Yəni bütün sözlərin tələffüzündə fərq var. Vurğusu 3-cü hecaya düşür. Təəssüflə sözündə vurğu lalədən əvvələ düşür. Təəssüflə. Bax, əvvələ düşdü. Nifrətlə sözündə lalədən əvvələ düşdü. Müəllimlik sözündə l-qlik şəkilçisi vurğu qəbul edir, bura düşdü. Çempion sözündə çempion sona düşür. Təəssüratla sözündə də lalədən əvvələ düşür. 3-cü heca, bax, burada 3-cü hecadadır. Nifrətlə sözündə 2-ci hecada sildim. Müəllimlikdə 4-cü hecada sildim. Çempionda 3-cü hecada ola bilər. Təəssüratla sözündə isə 4-cü hecadı bunda sildim. Yerdə qaldı A ilə D variantı. 3-cü fikrə baxaq. Deyir, səslərin və hərflərin sayı bərabərdir. Çempion sözündə y əlavə olunur. Y əlavə olunur. Ona görə bu getdi. Təəssüratla sözündə ə düşür, buradan da n əlavə olunur. Yəni, bir-birin kompensasiya eləyirlər. Yenə də səslərlə hərflərin sayı bərabər qalır. Ona görə cavab olacaq A variantı. Daha sonra tələffüz şəkli verilmiş sözlərdən hansıların yazılışını iki cür düşünmək olar. Avtomatik biri götürürəm. Çünki körpüyə tələffüzü həm körpə, həm də körpü kimi düşünülə bilər. Həm körpüyə, həm də körpəyə formasında düşünülə bilər. Ona görə biri
götürürəm. 2. Quzuya bu ancaq quzu formasında düşünülə bilər. Başqa şansımız yoxdur. Cücüyə bunu götürək. Həm cücəyə, həm də cücüyə formasında düşünülə bilər. Daha sonra 4'ü götürmürəm. Bu ancaq meşəyə sözü ola bilər. Başqa söz mümkün deyil. Bölgəyə sözünü götürürəm. Bu həm bölgəyə, həm də bölgüyə sözünün tələffüz formasıdır. Ona görə götürdüm. Sonra 6 təliyə bu ancaq tələ sözü ola bilər. Başqa şansı yoxdur. Ona görə bunu götürmədim. 1, 3, 5, yəni B variantı. Bəstəkar və dövlətli sözlərinin təhlili ilə bağlı oxşar cəhətləri istəyir. Bəstəkar, dövlətdir. Hər ikisində bir tələffüz fərqi var. T dıya çevrilibdir. L da dıya çevrilibdir. Deməli, hər iki sözdə 3 cingiltili samit işlənibdir. B, D, R. 3 dənə burada işlənib. Doğrudur. Dövlətli sözündə 1, 2, 3, 4 dənədir. Bu artıq oxşar kimi götürülə bilməz. Qapalı dodaqlanmayan incə saitlər işlənib. Qapalı dodaqlanmayan incə. Qapalı I, I, U, Ü'dür, düzdür? Dodaqlanmayan dediyi üçün I ilə İ'ni düşünürəm. İncə dediyi üçün təkcə İ'ni düşünürəm. Baxıram, bəstəkar sözündə İ varmı? Xeyr, yoxdur, səhvdir. Hər iki sözdə ahəng qanunu pozulubdur. Bəstəkar sözündə bəli pozulubdur, amma dövlətli sözündə pozulmayıbdır. Səhvdir. Yazılış və deyilişdə bir fərqli məqam var. Bəli, hər ikisində bir fərqli məqam var. Bəstəkar sözündə T dıya çevrilir. Dövlətli sözündə də L dıya çevrilir. Doğrudur. Sözlərin vurğuları müxtəlif hecalardadır. Bəstəkar 3-cü heca, dövlətli 3-cü heca. Bu da eyni hecaladır, səhvdir. Daha sonra 22-ci suala baxaq. Deyir ki, təsadüf, təsadüfə və təsadüfən sözləri ilə bağlı doğru fikri müəyyən eləyin. Baxın, təsadüf sözündə A uzanır. Təsadüfi sözündə A uzanır. Amma təsadüfən sözündə A uzanmır, vurğuludur. Deməli, hər üçünün uzun tələffüz olunan sait var. Hər üçündə uzun tələffüz olunan sait var. Xeyr, təsadüfən sözündə yoxdur. Hər üçündə səs artımı var, heç birində səs artımı yoxdur. Hər üçündə yazılış və deyiliş fərqlənir, heç birinin tələffüzü fərqlənmir. Olduğu kimi deyilirlər. Hər üçündə vurğu incə saitin üzərinə düşür. Təsadüfən sözündə axırıncı sözdə A-nın üstünə düşür, qalın saitin üstünə. Vurğuları müxtəlif hecalardadır. Təsadüf sözündə 3-cü hecadadır. Təsadüfi 4-dədir, təsadüfən 2-dədir. Bəli, müxtəlif hecalara düşdü. Cavab E variantı. 23-cü sualda deyir ki, tələffüz formasında verilən sözlərdən birinin yazılışını iki cür düşünülə bilər. Baxın, əgər sözün tələffüzündə, dırdır şəkilçisinin tələffüzündə R qalıbsa, deməli o feildir 100%. Yazdırmaq feilidir. Bunun başqa şansı yoxdur. Daha sonra yara sözü bu ancaq ya yara ismi ya da yaramaq feili kimi düşünülə bilər. Amma istənilən halda yazılışı elə yaradır. Yəni başqa yazılışı yoxdur. Bizə deyir ki, yazılışı iki cür düşünülsün. Daha sonra qara sözü də eyni qaydada ikinci cür düşünə bilmərik. Deyərsən ki, qar ismi yönlü çalda və yaxud da ki, qara rəng kimi, amma onların yazılışı axı eynidir. Yerdə qaldı B ilə C variantı. Köçürdü sözü həm, məsələn deyirəm ki, Nəsib yeni binaya köçürdü. Bir də deyirəm ki, Nəsib testi başqasından köçürdü. İki müxtəlif mənada düşünərəm, amma istənilən halda hər iki sözün yazılışı köçürdü. Bu formada olur. Yəni yazılışı iki cür düşünülmür, mənası iki cür düşünülür. Ona görə bunu da sildim. B variantı yarışdı sözü, bəli cavabımız budur. Bunun yazılışı 1, yarışdı. Bir də yarışdır formasında düşünülə bilər. Deyirəm ki, uşaqlar öz çəkilərində olan rəqiblərlə yarışdı. Neyibdi? Yarışdı, düzdürmü? Feil kimi. Q-du keçmiş zamanda düşünərəm. Bir də ki, deyirəm ki, sabah həmin yarışdır. Nədir? Yarış ismi dırdır şəkilçisini qəbul edəndə tələffüzdə R düşür. Yəni mən bunun yazılışını iki cür düşünə bilərəm. Cavab B variantı. Daha sonra 24-cü sualda bir cəldlik sözünün təhlilinə aid deyil. Yəni səhvi axtarırıq. Tələffüzünü yazaq. Cəldlik, xışdırıqla. Deməli, D T-ya çevrildi 1, L D-ya çevrildi 2, 2 də xışdırıq oldu, 3 dənə tələffüz fərqi var. Deyir ki, tələffüzündə 2 fərqli məqam var, səhvdir, 3 dənədir. Cingiltili və kar samitlərin sayı eynidir. C, L, D. 3 dənə cingiltilidir, 2 dənə kar samitdir. Səhvdir təbii ki, bu da. Bunu da götürürəm. Daha sonra 3. Samitlərdən ikisinin kar qarşılığı yoxdur. Samitlərdən bir dənə L-nın kar qarşılığı yoxdur, bir dənəsinin. Səhvdir, bu da 1, 2, 3. Dördüncüsü deyir ki, Y səsinin kar qarşılığı işlənib. Y-nın qarşılığı xışdırıqdır. İşlənibmi? Bəli, işlənibdir. Kar cingiltili samit cütlüyü işlənməyibdir. Kar cingiltili samit cütlüyü işlənməyibdir. Amma işlənibdir. Nə isə səhv elədik burada deyəsən. Qoy təkrar baxım. Bir dəqiqə. Tələffüzündə 2 fərqli məqam var. Səhvdir. 3 fərqli məqam var. Cəldlik.
Üç fərqli məqam var. Birincisi səhvdir. Biri götürdük. İki, cingiltili və kar samitlərin sayı eyni deyil. Hə, eyni deyil. Üzr istəyirəm. Mən bunu eynidir oxumuşam. Eyni deyil. Bu da doğrudur. Aha, indi gələk 5-ə 5-i götürəcəyik. Kar cingiltili samit cütlüyü işlənməyib, amma işlənib T-dır, işlənibdir. 1, 3, 5 cavabımız olmalıdır. E variantı. Daha sonra 25-ci sual deyir ki, hansı sözlərdə saitlərdən ikisi uzun tələffüz olunur? Naməlum. A və Ə uzun tələffüz olunur. Narahat sözündə bir dənə A uzanır, getdi. Nalayiq. Burada iki uzanma var. Sonra dəvətnamə. Buradakı Ə, buradakı A uzanır, iki uzanma var. Nadinclik sözündə isə nadinc. Yəni burada uzanma var, başqa da yoxdur. 1, 3, 4. Yəni doğru cavabımız C variantı olmalıdır. Azadlıq sözünün təhlili ilə bağlı səhvi istəyir. Sözün tələffüzü azadlıq formasındadır. Azadlıq. Neçə tələffüz fərqi var? 1, 2, 3. D-tıya, L-dıya, Q-da X-ya çevrilibdir. Səhvi istəyir. Deyir, saitlə başlayıb kar samitlə bitir. Bəli, doğrudur. Kar samitlər cingiltili samitlərdən sayca çoxdur. Yanlışdır. Yanlışdır. Çünki Z cingiltilidir, D cingiltilidir. T kardır, X kardır. Yəni bərabərdir. Çoxluq yoxdur burada. B variantımız səhvdir. Tələffüzdə 3 fərqli məqam var. Bəli, bunu artıq demişdik, işarələmişdik. 1, 2, 3 dənə fərqli məqam var. Vurğusu sonuncu hecadadır. Bəli, lık şəkilçisi vurğu qəbul edir. Doğrudur. Morfolojik prinsip pozulmayıb. Bəli, bu da doğrudur. Morfolojik prinsip bilirsiniz nədir? Odur ki, əgər şəkilçi sözə qoşulanda sözün ahənginə uyğunlaşsın. Bax, morfolojik prinsip budur. Əgər söz qalın saitlə bitirsə, qoşulan şəkilçi də qalın olmalıdır. İncə ilə bitirsə, incə olmalıdır. Bu prinsipə deyilir morfoloji prinsip. Bu doğrudur. Cavab nə oldu? B variantı. 27-ci sualı deyir, tələffüzündə 3 fərqli məqam olan sözü müəyyən edin. İgidlik sözü el A variantıdır. İgidlik sözündə D-tıya, L-dıya, K-da xışdırığa çevrilir. İgidlik formasında. Sənətkarlıqla olur sənətkarlıqla. Yəni 4 fərqli məqam olur. Qonaqlıq sözündə qonaqlıq 2 fərqli məqam olur. İtaətkarlıq sözündə itaətkarlıq olur. Yəni 2 fərqli məqam. İtaət sözü dəyişmir. Lıq şəkilçisi tələffüz zamanı dəyişir, rıx formasına düşür. Yəni 2 tələffüz fərqi olur. Nadinc sözündə də axırdakı c-çıya çevrilir. Bir dənə tələffüz fərqi. Cavab A variantı. 28-ci sualda deyir, verilən fikirlərin hansı doğrudur? Bir hərf müxtəlif səsləri ifadə edə bilməz, səhvdir, ifadə edə bilər. Riayət və qiraət sözlərində riayət və qiraət kimi sözlərdə səs artımı müşahidə olunur. Xeyr, bunların tələffüzü dəyişmir. Kar samitlərin yaranmasında səs telləri iştirak edir. Xeyr, cingiltili samitlərin yaranmasında iştirak edir. Karların yaranmasında səs telləri qeyri-fəal olur. Bir sözdə həm səs düşümü, həm də səs artımı ola bilər. Bəli, bu da mümkün bir haldır. Bu mümkündür, bəli. Bu doğru fikirdir. Bunu cavaba götür. Yəni bir sözün tərkibində həm səs artımı, həm də səs düşümü mümkün bir haldır. Bunu götürək cavaba. Sonra E variantı mələk və fələk sözlərinin saitlə başlanan şəkilçi artıranda K-ya əvəzləməsi baş vermir, səhvdir, baş verir. Cavab olacaq nə? D variantı. Daha sonra hansı sözlərin yazılışı düzgün, tələffüzü isə yanlış verilir. Yazılışı düzgündür, tələffüzü. Hə, bir də unutmadım, qayıdım yuxarı. Birdən bu sual qaranlıq qalar. Deyir, bir sözdə həm səs düşümü, həm də səs artımı ola bilər. Bax, təəssüflə sözün yazım. Təəssüflə. Burada ə düşür, məsələn. Burada n artır. Yəni həm səs düşümü, həm də səs artımı ola bilir. Qayıdıram suala deyəndən. Deyir, hansı sözlərin yazılışı düzgündür, tələffüzü səhvdir. Birinci yazılışına baxın. Ondan sonra tələffüzünə baxaram. Vaxtaşırı söz düz yazılıb. Üstəki düzdür. Təsadüfən düzdür, amma teleteatr səhvdir. Teleteatr bitişik yazılmalı. Defislə yazılmaz. İtaətkarlıq da düz yazılıbdır. İndi ikinci məqam. Deyir ki, tələffüzü səhv olsun. Vaxtaşırı səhvdir. Niyə? Çünki vaxtaşırı t-dıya çevrilməlidir. Ona görə biri götürürəm. Üstəki sözü düzdür, t düşməlidir, getdi. Təsadüfən sözü səhvdir. Bayaq dedik ki, təsadüfən sözündə A uzanmır. Vurğuludur sadəcə. 3-ü götürdüm. Daha sonra qaldı 5. İtaətkarlıq sözündə Y əlavə olunubdur, amma A hərf birləşməsinin arasına Y əlavə olunmaz. Bu da səhvdir. 1, 3, 5 cavab C variantı. Daha sonra 30-cu sualda deyir ki, hansı sözün yazılışını iki cür düşünmək olar? Yazılışını iki cür. Deməli, dimdik sözünün yazılışını iki cür düşünmək olmaz, mümkün deyil. Yazdır sözündə r varsa bu 100% feildir, düşünmək olmaz. Bilək sözünün yazılışı bilək, insanın biləyi, bir də ki, biz bilək. Amma istənilən halda bu formada yazılır. Yəni, başqa versiyası mümkün deyil bunun. Ona görə bu da ola bilməz. Ədavətli sözü bəli olur. Bax, bunun yazılışını bir var.
ədavətli formasında düşünərəm. Bir də ədavət ismi dir şəkilçisi ilə işlənsə, tələffüzdə r düşər. Yəni ədavətli və ədavətdir formasında düşünə bilərəm. Doğru cavabımız məhz elə olacaq D variantı. Daha sonra qovaq sözünə də baxıq ehtiyacına. Qovaq sözü iki müxtəlif, həm isim ola bilər, iki müxtəlif mənada, həm feil ola bilər, amma istənilən halda qovaq yazılır. Yəni yazılışı iki cür düşünülməz. Ona görə E variantı da bizim cavabımız ola bilməz. Cavab oldu nə? D variantı. Baxın 31-ci suala. 31-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Yəni hamısı uyğun olsun. Paralimpiya sözündə Paralimpiya yox, olimpiyadır bu. Bu səhvdir. Paraşüt yazılmır, paraşüt yazılır. Bu da səhvdir. Pnevmoniya düz yazılıbdır. Pnevmoniya düz tələffüz olunubdur və vurğusu da iyanın öz üstündə olur. Məhz C variantı bizim cavabımızdır. Pilləkən, kan yox, kən yazılır. Səhvdir. Pantomima, pantomima, bir dəqiqə, pantomim olmalı, səhv xatırlamıramsa, yəni bunun yazılışında deyəsən səhv var. Səhv xatırlamıramsa pantomim olmalıdır. Ona görə bunu da silirəm. Cavab olmalıdır C variantı. Daha sonra sərbəstdir sözünün tələffüzü necədir? Deyir ki, sözünün fonetik təhlilinə əsaslanaraq cədvəldən uyğun olmayan fikirləri müəyyən eləyin. Tələffüzü sərbəstdir. Yəni həm buradakı t düşür, həm də ki axırdakı r düşür. İki dənə səs düşümü var. Deməli, deyir ki, iki səs düşümü var, bəli doğrudur, qabağına doğru yazıb götürmürəm. Məndən uyğun olmayan istəyir. D səsinin kar qarşılığı işlənib. D-nin qarşılığı nədir? T. Tələffüzə baxıram, sərbəstdir. İşlənibmi? Xeyr, işlənməyib. Amma qabağına doğru yazıbdır. Uyğun olmayan fikir məhz B variantındadır. Sözdə iki sonor səs işlənib, sərbəstdir sözündə xeyr, bir dənə r işlənibdir. Başqası da yoxdur. Yanlışdır. Qabağına da yanlış yazıbdır. Uyğundur. Kar cingiltili samit cütlüyü işlənib, sərbəstdir sözündə xeyr işlənməyibdir. Yəni kar cingiltili samit cütlüyü deyəndə qarşılıq nəzərdə tutulur. Məsələn, b, p, d, t, g, k bu formada. Amma işlənməyibdir. Yanlışdır. Qabağına da yanlış yazıbdır. Uyğundur. Müxtəlif sahitlərin iki müxtəlif məqamda oxşarlığı var. Müxtəlif sahitlər nədir? Ədi, idi. Əynən inin bir incə sahitlərdir, iki dodaqlanmayan sahitlərdir. Bəli, iki məqamda oxşar cəhəti varmı? Bəli, var. Doğrudur, qabağına da doğru yazıbdır. Bu da uyğundur. Cavab B variantı. Sonra 33-cü sualda deyir ki, hansı sözlərdə səhv yazılma sahitlə bağlıdır? Sahitlə bağlıdır. Biri götürürəm, çünki cəsus yox, casus yazılmalıdır. İki, cah, cəlal yox, Cah, calal yazılmalıdır. Bunu da götürək. Təbaşir düz yazılıbdır. Supermarket səhv yazılıbdır. Bitki yazılmalıdır. Amma bizə deyir sahitlə bağlı olsun səhv. Ona görə götürmürəm bunu. Şəhanə deyil. Bu söz şah sözüdür. Şah sözüdür. Anə şəkilçisi ilə işlənib. Şahanədir. 5-i də götürürəm. 1, 2, 5. Yəni doğru cavab olmalıdır. A variantı. 34-cü sualda deyir ki, geditkənlik sözünün fonetik təhlilinə əsasən klasteri tamamla. Sözün tələffüzü necə olacaq? Yazaq. Geditkənlik. Xışdırıqla. Deməli, geditkənlik. Sözdə ş səsinin cingiltili qarşılığı işlənibdir. Ş-nın qarşılığı j-dır. Sözdə varmı? Xeyr, yoxdur. Kar cingiltili samit cütlüyü işlənməyibdir. Bəli, işlənməyibdir. Doğrudur. 2-ni götürdüm. Üçüncü fikir. Sözdə y səsinin cingiltili qarşılığı işlənib. Birincisi, y-nın cingiltili qarşılığı yoxdur. Y özü cingiltilidir. Düzdürmü? Səhvdir fikir. Avtomatik atdım qırağa. Sonra yazsaydı ki, y-nın kar qarşılığı işlənib. Təbii ki, götürərdim bunu. Sonra eyni hərf müxtəlif səsləri ifadə edir. Bəli, bunu da götürürəm. Bax, geditkənlik sözündə birinci k, g-ya çevrilibdir. İkinci k, xışdırıqa. Yəni eyni hərf iki müxtəlif səsi ifadə eləyibdir. 2, 4 cavab olmalıdır. D variantı. Daha sonra 35-ci sualda hərarət ölçən və həcmcə sözlərinin fonetik təhlilinə əsasən Eyler-Venn diaqramından doğru fikirləri seçin. Seçək. Hərarət ölçən sözündə nə dəyişir? Heç nə. Hərarət sözündə bir dənə A saiti uzun tələffüz olunur. Həcmcə sözündə i əlavə olunur. Hərarət ölçən sözündə 0 tələffüz fərqi, həcmcə sözündə isə bir dənə. Birinci fikir, yazılış və deyilişi fərqlənmir, bəli, doğrudur. İkinci fikir, incə açıq dodaqlanmayan saat işlənibdir. İncə hansıdır? E, ə, i, ö, ü. Açıq dediyi üçün e, ə və ö-yə baxıram. Dodaqlanmayan dediyi üçün e ilə ə-yə baxıram. Deyir ki, incə açıq dodaqlanmayan sait işlənib, yəni e və ya ə. İşlənibmi? İşlənibdir. Amma ortaqdır. Bu ortaya yazılmalıydı deyə bunu sildim. Üçüncü fikir deyir, vurğusu birinci hecadadır. Hərarət ölçən sözündə vurğu sonuncu hecaya düşür. Üçüncüsü səhvdir. Cingiltili qarşılığı olmayan samit işlənibdir. Bəli, hər ikisində x samiti işlənibdir. Cingiltili qarşılığı yoxdur. Beşinci fikir, tərkibində həm açıq, həm də qapalı sahib işlənibdir. Həcmcə sözündə bəli,
Ə və i. Həm açıq, həm də qapalı sahit işlənibdir. Doğrudur. Götürürəm. 6 sözdə cingiltili samitlər kəmiyyətcə daha çoxdur. Həcmcə sözündə 1, 2, 3 dənə cingiltili samit var, bir dənə kar samit. Bəli, doğrudur. Amma baxaq görək sola aiddirmi? Hərarət ölçən sözündə R1, R2, L3, N4. 4 dənə cingiltili samit var. H1, T2, C3. 3 dənə kar samit var. Yəni burada da cingiltili samitlərin sayı daha çoxdur. Yəni 6-cı fikir harda olmalıydı? Ortada olmalıydı. Ona görə 6-nı sildim. Cavab olacaq 1, 4, 5. Yəni A variantı. Daha sonra 36-cı sualda deyir ki, verilmiş tələffüz nümunəsinə əsasən doğru fikri müəyyən eləyin. Hərarətli sözünün yazılışını iki cür düşünmək olar. Bir var hərarətli, bir də var hərarətdir, hərarətdir. Düzdürmü? Həm isim, həm də sifət kimi düşünmək olar. Bizdən də doğrunu istəyir. Deyir, müxtəlif nitq səsi kimi düşünmək olmaz. Hərarətli sifət, hərarətdir isim. Olar, səhvdir. Əminliklə demək olar ki, sözdə l-dı əvəzlənməsi baş verib səhvdir. Əgər hərarətli olsa hə, amma hərarətdir sözü olsa yoxdur belə bir şey. Sözün yazılışında 3 r hərfi olduğunu dəqiq söyləmək olar. Hərarətdir sözündə hə, amma hərarətli sözündə yox. Bu da səhvdir. Söz iki fərqli şəkildə yazılsa da səs tərkibi sabitdir. Bəli, iki fərqli şəkildə yazılır, amma səs tərkibi, yəni tələffüzü sabitdir. Bu doğru fikirdir. Sözdə 3 sonor səs işlənmişdir. Əgər hərarətdir sözü olsa düşünmək olar, amma hərarətli sözündə bir dəqiqə. Hərarətdir. Bu 1, bu 2, bu 3. Hərarətdir. Bu 1, bu 2, bu 3. Nəyi gözümdən qaçırdım mən? Sözdə 3 sonor səs işlənmişdir. Səs. Tələffüzünə bax. Səs deyirsə, yazılışa baxmırıq. Tələffüzə baxırıq. Tələffüzə də baxırıq. Hərarətli sözündə bu 1, bu da 2. 2 dənə sonor səs işlənib. Bu da səhvdir. Cavab oldu D variantı. Daha sonra 37. Bunları sənə dosyana deyirəm cümləsindəki sözlərin fonetik təhlili ilə bağlı aid olan fikirlər, yəni doğruları axtarırıq. Tələffüzü necədir? Bunları sənə dosyana sözündə t düşür. Dosyana deyirəm, başqa da tələffüz fərqi yoxdur. Deyir, sözlərin birində səs düşümü müşahidə olunur. Bəli, dosyana sözündə t düşdü. 2. Deyir ki, bütün sözlərdə ahəng qanunu gözlənilibdir. Bunları sənə dostyana deyirəm. Bəli, doğrudur. Bütün sözlərdə ahəng qanunu gözlənilibdir. 3. Sözlərdən birində səs uzanması var. Xeyr, heç bir sözdə səs uzanması yoxdur. Yanə şəkilçisi olsaydı, yanə. Buradakı A uzanardı, amma yana şəkilçisində yoxdur. Daha sonra bütün sözlərdə vurğu son hecaya düşür. Bunları sənə deyirəm sözündə vurğu ir hecasının üstünə düşür. Səhvdir. Sözlərdən ikisindəki bütün samitlərdə səs telləri iştirak edir. Yəni cingiltili samitlərdir. Cingiltili. Deyir ki, bunları sözündə bunları hamısı cingiltilidir. Deyirəm sözündə də hamısı cingiltilidir. Bu da doğrudur. 1, 2, 5 A variantı cavabımızdır. Daha sonra 38. Ehtiramla sözünün tələffüzünü istəyir bizdə. Sözün tələffüzü ehtiramla bu formadadır. Yeni qaydaya əsasən amma belə deyil. Sadəcə test artıq yeni qaydaya əsaslanmayıb da. İstər-istəməz yeni qaydadan sonradan çıxdı. Ona görə köhnə qayda əsasındadır. Yeni qaydaya əsasən t-dıya çevrilməlidir. Amma köhnə qayda ilə olduğu üçün elə köhnə qayda ilə də testi işləyək. Ehtiramla tələffüz olunur. Deməli, aid olan, yəni doğrunu axtarırıq. Ehtiramla xeyr səhvdir. Vurğusu sonuncu hecaya düşür. Xeyr, lalə şəkilçisi vurğunu özündən əvvəldə tələb edir. Səhvdir. Bütün sonor səslər işlənmişdir. Baxıram ki, r işlənib, m işlənib, n işlənib, amma l işlənməyib. Səhvdir. Sözün kökü fərqli tələffüz edilmir. Bəli, sözün kökü ehtiram elə olduğu kimi qaldı. Doğru cavab D variantı. E variantı kəmiyyət fərqi olsa da, yəni səs artımı və ya səs düşümü, keyfiyyət fərqi yoxdur, səhvdir. L n-ya çevrilibdir. Bu da keyfiyyət fərqidir. Keyfiyyət fərqi səs dəyişimidir, kəmiyyət fərqi səs artımı, səs düşümüdür. Bu da səhvdir. Cavab oldu D variantı. Daha sonra 39-cu sualda deyir ki, hazırlıq sözünün fonetik təhlilinə aid olan fikirləri müəyyən eləyin, yəni doğruları axtarırıq. Sözün birinci hecasında səs uzanması var. Hazırlıq, xeyr, hazırlıq sözündə uzanma qəbul edilmir, götürülmür yəni. Yoxdur. Kar samitlə başlayıb cingiltili samitlə bitir. Hazırlıq sözünün axırı x ilə bitir. Yəni kar samitlə bitir. Səhvdir. Daha sonra fərqli tələffüz yalnız leksik şəkilçidədir. Hazırlıq sözünün tələffüzü hazırlıq olur. Düzdürmü? Kök dəyişmir, leksik şəkilçi dəyişir. Cavabımız C variantı. D variantı sözdə r və l kimi sonor səslər işlənmişdir. Sözün tələffüzündə l işlənmir.
Ona görə bu da səhvdir. Sözdə x samitinin cingiltili qarşılığı işlənib. X-nin qarşılığı ğ-dır. Sözdə də ğ işlənməyibdir. Bu da səhvdir. Daha sonra 41-ci sual filtrli orbital sözlərdir. Deyir, vurğuya əsasən məntiqi tamamla. Filtrli sözündə vurğu li hecasına düşür. Orbital sözündə də axıra düşür. Deməli, filtrli sözündə ikinci hecadır. Orbital sözündə üçüncü hecadır. Çox güman ki, burada da dördüncü hecanı istəyəcək. Ordenli sözündə birinci hecadadır. Bu olmaz. Oyaq sözündə ikinci hecadır. Bu da olmaz. Oyuncaq sözündə üçüncü hecadır. Bu da olmaz. Ofsunlamaq sözündə dördüncü hecadır. Cavab budur. Ornament sözündə ikinci hecadır. Bu da olmaz. Fikir verin. 2, 3, 4. Yəni nəticə itibarilə ofsunlamaq sözü bizim cavabımız olmalıdır. Daha sonra hansı sözün tələffüzünə əsasən aid olduğu nitq hissəsini dəqiq söyləmək olmaz? Cavab elə A variantıdır. Niyə? Dadlı tələffüzünün yazılışını mən həm dad-dı formasında, həm dad-dır formasında, həm də dadlı formasında düşünə bilərəm. Dadlı, kürdü keçmiş zamanda olan feil kimi. Yəni, o yeməkdən bir qaşıq daddır. Ne etdi? Həmçinin dad ismi nədir? Daddır formasında düşünə bilərəm. Həmçinin dadlı sifəti formasında da düşünə bilərəm. Amma B variantına fikir verin. R varsa bu 100% feildir. Dır şəkilçisi R samitini itirməyibsə o 100% feildir. Eyni şey C variantına da aiddir. Düzdür? Oxunmalı sözü malı-məli şəkilçili feildir. Ya feili sifətdir deyək. Düzdürmü? İstənilən halda feildir. Getdi bu da xalliyə sözü. Ya bizə deyək ki, hansı sözün tələffüzünə əsasən aid olduğu nitq hissəsi? Hə, nitq hissəsi deyir. Xalliyə sözü həm xalaya, həm də xalliyə formasında tələffüz oluna bilər, amma həm xalı, həm də xala hər ikisi isimdir. Amma burada dadlı feili, daddır ismi, dadlı sifəti formasında düşünülə bilər. Cavab A variantı. 42-ci sualda deyir ki, hansı sözün tələffüzünü iki cür düşünmək olmaz? Baxın, bu tip sözlər həm isim, həm də feil kimi düşünülür. Əgər bu tip sözlər isim olarsa, qoşa r ilə tələffüz olunur. Feil olarsa, qoşa l ilə tələffüz olunur. Yazarlar, yazıçılar mənasında kimlər olur? Yazarlar, qoşa r ilə. Amma yazarlar feil mənasında nə edərlər? Yazarlar. Bu zaman tələffüz olur, yazarlar, qoşa l ilə. Eyni şey qatarlar, açarlar və çaparlar sözlərinin hər birinə aiddir. Amma oxşayarlar sözü bu yalnız feil kimi işlənən sözdür və tələffüzü olur oxşuyarlar. Yəni qoşa l ilə tələffüz olunur. Cavab E variantı. Olmaz deyirdi. İki cür düşünmək olmaz. Ona görə cavab olacaq E variantı. Daha sonra 43-cü sualda eqai hissəsini və ətli qanlı sözlərini müqayisə eləyibdir. Eqai hissəsində sözünün tələffüzü olur. Yazaq buradan. Eqaizcəsinə. Yəni eqaist. A o aya çevrilir və uzanır. Y artırılır, t da düşür. Yəni 3 tələffüz fərqi var. 3 dənə tələffüz fərqi. Ətli qanlı sözdə olur ətli qanlı formasında. Deməli yazılış və deyiliş fərqlənir. Bu ikisinə də aiddir, ortaqdır. Həm səs düşümü, həm də səs artımı var. Bəli, eqaist hissəsinin sözündə y artır, t düşür. Doğrudur. Vurğusu sonuncu hecadadır. Xeyr, casnı-cəsnədən əvvələ düşür vurğu. Getdi 3 səhvdir. 4. Kar qarşılığı olmayan samit işlənibdir. Yəni sonor samit eqai hissəsinin sözündə y var, n var. Ətli qanlı sözündə də n var. Bəli, ortaqdır. Doğrudur. Eyni samitlər müxtəlif səslərə çevrilir. Ətli qanlı bax. L. Birində d-ya çevrilibdir, birində n-ya çevrilibdir. Həqiqətən də eyni samit müxtəlif səslərə çevrilib. Doğrudur. 6. Sözdə cingiltili samitlər kəmiyyətcə çoxdur. Cingiltili samitlər bəli kəmiyyətcə çoxdur. Amma doğrudur. Amma eyni şey eqai hissəsinə sözünə də aid eləyə bilərik. Eqai hissəsinə sözündə q1, y2, c3, n4. 4 dənə cingiltili samit var. Bir dənə s kar samiti var. Ona görə yəni bu 6-cı fikir ortaq olmalıydı deyə götürmürəm. Cavab olur 2, 4, 5. Yəni D variantı. 44-cü sualda deyir ki, hansı cümlədə bütün sözlər orfoqrafik cəhətdən düzgün? Yəni yazılışı düzgündür. Onu axtarırıq, düzgün. Olan bir atlaz köynək, yaraşan gül əndama. Doğrudur, burada səhv yoxdur. Biri götürdüm. 2. Gümüşüm tunc oldu, zərziban bez. Qəlb çıxır aldığım mal, qoca bəxtim. Səhvdir, burada qəlb yox, qəlb olmalıdır. Qəlb ürəkdir, amma qəlb saxta deməkdir. Yəni bu p ilə yazılmalıydı. Bu səhvdir. 3. Savadlı gənclərin bəyazı olardı. Bu bəyazlara ana dilindəki şeirlərin nəfs parçalarını köçürərdilər. Bu səhvdir. Burada 2 dənə səhv var. Bəyaz yox, bayaz olmalıdır. Nəfs yox, nəfis olmalıdır. Bu daha uyğun olar. Bəyaz rəngidir, amma bayaz şeir dəftərçəsinə deyilir. Nəfs tamahdır, amma nəfis
incə zərif deməkdir. Yəni burada nəfs yox, nəfis, bəyaz yox, bayaz yazılmalıydı, səhvdir. Daha sonra 4. Dedim, ey gül, niyə etdin məni zülfündə əsir? Dedi, divanə olan şəxsə gərəkdir zəncir. Burada səhv yoxdur, 4-ü götürürəm. 5. Mədəniyyət uğrunda çalışmaq bir günlük, bir aylıq kompaniya deyil, daimi işdir. Kompaniya yox, kampaniya olmalıdır. Kompaniya şirkətdir. Kampaniya hər hansı bir istiqamətlənmiş işlər toplusudur. Burada da səhv var. Cavab olacaq nə? 1 ilə 4, yəni C variantı. Daha sonra 45-ci sualda yazarlar feilinin, feil deyir, fikir verirsə, fonetik təhlil ilə bağlı səhvi seç. Bunun tələffüzü necə olacaq? Olacaq yazarlar. Və vurğusu da ikinci hecədə olacaq. İsim olsaydı 3-də olacaqdı. Deməli, yazım. Dil arxası və gen saitlərin ahəngi müşahidə olunur. Dil arxası qalındır, gen də açıq deməkdir. A saitidir, həm qalındır, həm də açıqdır. Doğrudur, bu götürmürəm. 2. Sözün 2 hecası samitlə bitir. Yazarlar. Bəli, 2 hecə samitlə bitir. Bu da doğrudur, götürmürəm. Daha sonra 3-cü fikir, sözün səs və hərf tərkibi kəmiyyətcə eyni, yəni səs artımı, səs düşümü yoxdur. Keyfiyyətcə fərqlidir, yəni bir hərflər dəyişib amma tələffüzdə. Bəli, doğrudur bu da. Söz yazarlar şəklində tələffüz olunur, xeyr. Yəni feil olsaydı, isim olsaydı hə, amma burada feildən söhbət gedir. Bu yazarlar qoşalı ilə tələffüz olunur, bu səhvdir. 5-ci fikir, kar qarşılığı olmayan samitlərin üçü də eyni samitdir. Kar qarşılığı olmayan l, r. İkisi eynidir, biri fərqlidir. Bu da səhvdir. Cavab olacaq 4-5, yəni D variantı. 46-cı sualda deyir ki, hansı cümlələrdə bütün sözlər orfoqrafik cəhətdən düzgün yazılıb? Yəni burada səhv yoxdur. Düşdükdə o istəkli səmtə nigahım, əflakə ucaldı, o zaman şöyley ahım. Burada səhv yoxdur. Nigah baxış deməkdir, doğrudur. Yəni düzgün yazılıb deyir. Doğrunu seçməliyəm. 1 götürdüm. 2. Çocuq açılmamış bir dəfnədir. Dəfnə yox, dəfinə. Dəfnə ağac növüdür. Amma dəfinə xəzinə deməkdir. Yəni bu dəfinə olmalıydı. Burada səhv var. Gördü ay kəndini çəkir zəhməti var. Əcəb, asudə, asan sənəti. Sənət düz yazılıb. Burada səhv yoxdur. Bunu götürürəm. Nə işdi ey fələk dildarı dildarından ayırmaq, cəfakar aşiqi yari vəfadarından ayırmaq. Burada cəfakar səhvdir. Cəfakeş yazılmalıdır. Cəfakar əziyyət verəndir. Cəfakeş əziyyət çəkəndir. Cəfakeş olmalıydı. Burada da səhv var. 1-3, yəni cavab A variantı olmalıdır. Daha sonra 47 altından xətt çəkilmiş hansı hecca iki şəkilçidən ibarətdir? Biri götürürəm. Barışdıq. Barışdıq. Alovlamaq sözü yoxdur. Lan bütövdür. Sildim. Qarşıla, qarşılaş. Bunu da götürdüm. Məktublamaq sözü yoxdur. Bunu sildik. Qızardır, qızartmaq, qızardır. İki şəkilçi. Deməli, 1-dir, 3-dür, 5-dir. Cavab olacaq B variantı. Daha sonra 48-ci sualda bizdən bir ki, sözlərdə səs dəyişiminin kəmiyyət ardıcıllığını gözlə. Deməli, tapdalamaq sözündə q-xıya çevrilir. Başqa fərq yoxdur. Adikalon sözündə o-aya çevrilir. Ade-kalon. 2 dənə onun ikisi aya çevrildi. Cəhdlik sözündə isə d-tıya, l-dıya, k-da xıştırıxa çevrildi. Deməli, birinci sözdə bir tələffüz fərqi var. İkinci sözdə 2, üçüncü sözdə də 3 tələffüz fərqi var. Biz də aşağıdan buna uyğun variantları seçməliyik. Seçək. Deməli, A variantı heç birinə uyğun gəlmir. Çünki asan və səlis sözlərinin tələffüzündə heç bir fərq yoxdur. Ona görə bunu heç birinə aid eləməyəcəm. Daha sonra B variantı manastır sözündə o-aya çevrilir. Tramplin sözündə də bura i artırılır. Tramplin. Səs var. Bir dənə tələffüz fərqi oldu, düzdürmü? Hara gedəcək B variantı? B variantı gedəcək 1-ə də bura, düzdür? Daha sonra düşünmək sözündə olacaq düşünmək, xıştırıqla düşünmək. N-mıya çevrildi, k-da xıştırıqa çevriləcək. N-mıya, k-da xıştırıqa çevriləcək. Daha sonra heyfsilənmək sözündə heyfsilənmək. Burada da 2 dənə tələffüz fərqi var, düzdürmü? Düşünmək sözündə n-mıya çevrilir, ç-xıştırıqa. Heyfsilənmək sözündə də eyni qaydada. 2 tələffüz fərqi oldu mu? Oldu. Hara gedəcək? 2-yə getdi. Daha sonra cah-calal sözündə tələffüz fərqi yoxdur. Fəhmlə sözündə olur. Fəhimlə.
Üç tələffüz fərqi. Yəni i artırılır, l-ya çevrilir, bir dənə də n əlavə olunur. Təəssüflə sözündə ə düşəcək, l-ya çevriləcək, bir dənə də n artacaq. Yəni yenə də üç tələffüz fərqi olacaq. E variantda getdi bura. Deməli 1-ə B, 2-yə C, 3-ə də E variantı. Cavab D variantı. Şücaət, qiraət və riayət sözləri üçün ortaq fikir axtarırıq. Heç birinin tələffüzündə y iştirak etmir, səhvdir. Riayət sözündə y var. Sonra kar cingiltili samit cütlüyü işlənmişdir. Kar cingiltili samit cütlüyü heç birində yoxdur. Səhvdir. Kar samitlər cingiltili samitlərdən çoxdur. Birincisində ş, t, amma ikincisində elə deyil. Q ilə r. Səhvdir. Səs uzanması səs artımına səbəb olur. Xeyr. Heç birində səs artımı yoxdur. Yəni tələffüzdə şücaət də dəyişmir, qiraət də dəyişmir, riayət də dəyişmir. Olduğu kimidir. Uzun tələffüz olunma eyni hecadadır. Bəli, doğrudur. Şücaət sözündə a uzanır, ikinci heca. Qiraət sözündə a uzanır, ikinci heca. Riayət sözündə a uzanır, yenə ikinci heca. Cavab oldu E variantı. Daha sonra 50-ci sual deyir ki, qışlamaq sözünün fonetik təhlilinə aid olan fikirdir. Aid olan fikirdir. Baxaq, sözün tələffüzü necə olacaq? Olacaq qış, da, maq formasında. Qışlamaq. Aha, baxaq görələ tələffüzündə hansı məqamlar var. Necə tələffüz fərqi oldu? 1, 2. 2 dənə tələffüz fərqimiz var. A variantı tələffüzündəki fərqli məqam yalnız qrammatik şəkilçidədir, səhvdir. Qışlamaq sözündə lalə, lepsik şəkilçidə tələffüz fərqi var. Daha sonra cingiltili samitlə başlayır, cingiltili samitlə də bitir. Xeyr, x səsi ilə bitibdir, kar samitlə bitib yəni. Sonor samitlər deyiliş zamanı dəyişmir. Xeyr, l, d-ya çevrilibdir, səhvdir. Saitlərin hamısı dodaqlanmayan açıqdır. Saitlərin hamısı dodaqlanmayandır, amma açıq deyil. I qapalıdır, səhvdir. Yazılış və deyiliş arasında iki fərqli məqam var. Bəli, doğrudur. L-ya, q-da, x-ya çevrilibdir. Bu qədər. Növbəti izahımızda sualların davamını verəcəyəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.